Salam əziz şagirdlər, 9 aprel 2026-cı ildə buraxılış 9-cu siniflər üçün olan buraxılış imtahanında ingilis suallarının cavablarına listesinə baxacağıq. Nəzərinizə çatdırın, bunlar sadəcə cavablardır, izahlarda paylaşılacaq sizinlə. Əvvəlcə başlayırıq 13-cü sualdan qrammatika suallarının izahı ilə. Choose the correct sentences with the noun in the possessive case. Dayanas, bu yelikdir. Bir də my neighbor's door, bu da yerli olacaq. O elə 1 ilə 2, 13 olur. C variantı. 14'te. Nice or yoxdur, boss or yoxdur, nice nor yoxdur, nice and olmur, elə qalır C variantı. Nice nor. C variantı. 14C. 15'te. I organized a birthday party last month. Passive voice istəyir bizdə 15'te. Olduğu kimi cümlə başlaya bilməyəcək üçün B-ni, D-ni çıxırsınız. Organized keçmiş olduğu üçün birthday party təkdir deyə was organized olaraq verəcəksiniz. O da olur a birthday party was organized last month. Bu da olur elə A variantı. I was lucky and happy during the flight because my seat was a window seat. Gördüyünüz kimi 4 dənə mənfi məna var. Sadəcə bir dənə müsbət məna olduğu üçün götürürük. Y variantı. Yəni cavabımıza uyğundur. Disturb, narahat etmək. Stop somebody doing something, for example, thinking, working or sleeping olacaq 1C. To notice, to see or pay attention to somebody or something, bu olacaq 2 olacaq A. 3'də to attend, to be present at an event, iştirak etməkdir bu da B variant B. 1C, 2A, 3B. Bu da olur 17'də B variantı ilə 1C, 2A, 3'də B. Choose the words in the close meaning. Yaxın mənalı istəyir. Tired, yorğun, exhausted, yorğundur. Elə qalır A variantı. Tell deməkdir, count saymaqdır. Choose the correct option. You will enter. Burada if var, zaman uzlaşmasını bizdən istəyir. Əgər will varsa, will gələcəyi bildirir və gələcəyinin indiki sadə zaman uzlaşır. Onsuz da ifdən sonra will olmazdı deyə yerdə çıxar. Bu da sadəcə sırf sadə zaman olaraq study qalır. O da A variantı olur. 19A. The box of pencil. 20'də uzlaşmanı istəyir. Gördüyünüz kimi variantlarda are, was, is, were verilib. Deməli bu uzlaşma agreement bölməsidir. Of'dan əvvəl box tək olduğu üçün was və is'i götürürsünüz. 2 və 3. B variantı 20'də. 21'də yine correct istəyir. The shop which is next to the house is closed at the weekend. Biz bilirik ki, at the weekenddən at işlənir. Bu da olur B variantı 21B. This is one of the oldest sifətin üstünlüyü dərəcəsi ilə Z işlənirdi. Towers in the world, in the city. Şəhərində burada Z işlənəcək. Bu da olur D variantı 22D. Choose the line of regular verbs. Qaydalı feillər istəyir. Build qaydasızdır. Forgot, forget qaydasızdır. Dig, dag qaydasızdır. Grow da qaydasızdır. Send qaydasız. Leave də qaydasız olur. Cough və sneeze. Introduce qalır 23'də Y variantı. Yine de definition istəyir bizdən. Crowded izdihamlıdır. Having a lot of people or too many people. Bir el olur B. Mild, mülayim, not strong. Bu olur C. Ordinary, adi, not unusual or different in any way. Bu da olur elə A. 1B, 2C, 3A. 24 oldu. B variantı. Choose the correct options. Burada sual cümlələrini qoymalıyıq artıq. Biz bilirik ki, ən sonunda sözünlə işlənənlər V-dir. Bir də who'dur. Yəni burada variantlarda V'dan sonra sonda sözünü olmur. V'nin variantında da sözünü olmur sonunda. 1 ilə 2 çıxsa qalır elə 3 ilə 4. Where did they get these unusual paintings from? Bir də who did they get these unusual paintings from? Digər sualların da izahını sizinlə paylaşacağıq. Sağ olun.